Allah Teala Quran-ı Kerimdə Hucurat surəsinin 6-cı ayəsində bizə bir tapşırıq verir. Və bu tapşırıq Hucurat surəsində, yəni Əxlaq surəsində qeyd olunub. Yəni insanların əxlaqı Allah Teala üçün çox önəmlidir. İnsanlar deyəndə də bir ümumi məfhum kimi götürmək doğru deyil. İnsanlar, yəni mən, yəni sizin hər biriniz, yəni hər bir insan gündəlik həyatında, məişətdə, işdə, yolda, əyləncədə, sinifdə, idarədə, bazarda olan hər bir insanın əxlaqı Allah üçün mühümdür. Allah Teala insanların xasiyyətlərinin yaxşılaşmasını tələb edir. 6-cı ayədə, Hucurat surəsində 6-cı ayədə buyurur ki, ey iman gətirənlər, əgər bir fasiq şəxs sizə bir xəbər gətirsə, xəbər versə, dərhal araşdırın, xəbəri araşdırın, xəbərin doğruluğunu tədqiq edin, incələyin. Olmasın ki, araşdırmadan bu xəbərə inanasınız və kimlərəsə bilmədən, öyrənmədən, xəbərdar olmadan zərər toxundurasınız. Sizə bir dəstə haqqında bir xəbər gətirirlər, verirlər. Deyirlər, bunlar belə adamlardır. Siz də araşdırmadan gedib onlara nifrət eləyirsiniz, onların abrını aparırsınız, onları rüsva eləyirsiniz, onlara zərər toxundurursunuz, onları nələrdənsə məhrum edirsiniz. Belə olmasın. Sonra peşman olarsınız. Bilmədən, öyrənmədən zərər toxundurarsınız, ziyan verərsiniz. Sonra da peşman olarsınız. Əvvəlcə araşdırın. Xüsusilə kim xəbər gətirsə, fasiq şəxs xəbər gətirsə. Fasiq o adama deyilir ki, o adam açıq-aşkar günah etməkdən çəkinmir. Hər hansı bir günahı açıq-aşkar edir. Artıq cəmiyyət arasında bu adam mömin kimi tanınmır. Bu adam ədalətli şəxs kimi formalaşmayıb. Fasiq o insana deyilir ki, insanlar arasında onun üçün günah ilə savabın fərqinin olmaması məşhurdur. Yəni, bu adam maraqlı deyil ki, bu iş günahdır, etməyim, bu iş savabdır, edim. Allahın qadağan etdiyi, haram etdiyi işləri açıq-aşkar etməkdən çəkinməyən adama deyilir fasiq. Fasiq bir insan. Yəni, doğru danışdığına əmin olmadığınız, əksinə doğruluq onun üçün mühüm olmayan insan bir xəbər gətirsə, İslami dəyərlər ona əhəmiyyət kəsb etməyən birisi, İslami dəyərlərə fikir verməyən, önəm verməyən, insani dəyərlərə önəm verməyən, insanları rüsva etməkdən çəkinməyən, verdiyi xəbərin doğruluğu, yalanlığı onun üçün önəm daşımayan şəxs bir məlumat versə sizə, araşdırın ki, qiyamət gün deməyəsiniz ki, mən bunu bilmirdim. Allah sizə əmr edir, araşdırın. Ümumiyyətlə, əzizlər, bir məsələni bilmək ilə onu reallaşdırmaq, həyata keçirmək, əməl etmək, əksül əməl göstərmək, reaksiya vermək çox fərqlənir. Nə demək istəyirəm? Tutaq ki, sizə bir nəfər bir açıqlama verdi, dedi ki, bugün sosial şəbəkələr zamanıdır, bugün qeybət, yalan, böhtan, söz gəzdirmək, bunlar statuslarını veriblər sosial şəbəkəyə. İnsanlar artıq arxayındılar, rahatdılar ki, kimsə bizi sorğu-suala çəkməyəcək bu dünyada. Yəni, sosial şəbəkədir, fake profildir, yazıram, qurtarır, gedir.
Siz bildiniz ki, məsələn, bu məsələ insanlığa ziyandır. Yəni, insanları rüsvay etmək, insanların abrını aparmaq, insanlar haqqında dezinformasiya yaymaq, hətta insanların bəzən etmiş olduğu əməlləri yaymaq. Bir insandır, bir günah edib öz evində, eşiyində, hardasa, gizlində. Günah edib özü bilər öz Allahı ilə. Onu aşkarlamaq, üzə çıxartmaq, yaymaq, hələ mən olmayan işləri demirəm. Bunları bildiniz. Bildiniz ki, bu işləri yaymaq, belə şeyləri açıqlamaq, belə şeylərə inanmaq ziyanlıdır. Məsələn, bildiniz ki, kimlərsə insanları rüsva eləmək üçün dezinformasiya yayırlar. Bunu bildiniz. Siz ona reaksiya verməsəniz, bu biliyin nə mənası var? Məsələn, bildiniz ki, bir nəfər şəxsi rüsva eləyirlər. Haqqında sosial şəbəkələrdə nələrsə deyirlər, yazırlar, bilən, bilməyən. Və siz bilirsiniz ki, bəzən belə insanlar kiminsə şəxsiyyətini məhv etmək üçün bu işləri görürlər. Bu xəbərləri yayırlar. Sizin bu biliyiniz o zaman faydalıdır ki, yəni sizin bəzi insanları rüsva etməyə cəhdini bilməyiniz, şəxsiyyətini məhv etməyə yönəlik işlərin siyasətindən, bu hilədən xəbərdar olmağınız o zaman faydalıdır ki, siz reaksiya verə biləsiniz. Yoxsa əgər sizə kiminsə haqqında bir məlumat verilirsə, bu məlumat da xarabdırsa, bu məlumat da onun şəxsiyyətini məhv edirsə və siz yenə o məlumata inanırsınızsa, yenə bu məlumatdan sonra həmin rüsva edilmiş şəxsdən uzaq qaçırsınızsa, bu biliyin sizin üçün nə faydası oldu? Mən bildim ki, bəzi insanları yalanlarla, böhtanlarla, hətta həqiqi də olsa eyiblərini açmalı rüsva edirlər. Bunu bildim. Bildim ki, məsələn, Həsənqulunu rüsva eləyirlər. Fərz edirik, Həsənqulu adlı bir şəxs. Onu rüsva eləmək istəyirlər. Mən bunu bildim. Bildim ki, belə təhlükə var. Bildim ki, belə hiləgər insanlar var. Bildim ki, belə şəxsiyyəti təxrib edən, məhv edən insanlar var. Və sabah yenə Həsənqulu haqqında bir məlumat gəldi mənə. Mən də məsələn onunla şərik olacaqdım, daha olmuram. Yaxşı, bu biliyin mənim üçün nə faydası oldu? Mənim bunu bilməyimlə, bilməməyim arasında nə fərq oldu? Bilməsəydim də ki, insanlar onun şəxsiyyətini sındırırlar. O sözlərə inanıb ondan uzaqlaşacaqdım. Bildim, yenə uzaqlaşıram. Fərqi nə oldu? Mənim bu biliyimin mənim xasiyyətimin formalaşmasında nə kimi rol oynadı? Mən niyə bu ayəyə əməl eləmədim? Hucurat surəsi 6-cı ayə. Bu ayə insanlar üçün gəlib, ya başqa canlılar üçün. Mənə dedilər ki, Həsənqulu belə pis işlər görüb. Mən də araşdırmadan inandım. Dostlarıma dedim ki, ondan uzaq olun. Ondan uzaq qaçın. Və yaxud mənə dedilər, Həsənqulu belə işlər görüb. Mən də bilirəm ki, bəzən insanları rüsva eləmək üçün yalan, böhtan sözlər yayırlar və ya insanların etdiyi gizli əməlləri aşkara çıxardıb onu rüsva edirlər. Bildim ki, bu doğru iş deyil. Bildim ki, bu insanın şəxsiyyətini məhv edir. Bildim ki, Həsənqulunu rüsva edirlər və yenə ondan uzaqlaşdım. Bu biliyin mənim üçün nə faydası oldu? Bu biliklər bizə o zaman fayda verir ki, biz reaksiya verək, əksləmə göstərək. Biz bu biliyimizi həyata keçirə bilək. Ən azından bizə problem yaratmayacaq tərzdə. Yalnız o zaman belə ayələrə əməl etmiş oluruq. Allah hamımızı qorusun.